Bugün 11-ci sinifin dərsliyindən Cəfər Cabbarlının Oqtay Eloğlu Mənsur faciəsini keçiririk. Əsər 1922-ci ildə qələmə alınıb, əsər faciə janrındadır və mənsur formadadır. Mənsur, yəni əsər nəsrdən yazılıb. Əsərdə ilk pərdəsi, əsərin ilk pərdəsi remarka ilə başlayır. Remarkada səhnə arxasıdır və səhnə arxasında Oqtayın bəzənəcəyi bir yerdir, yəni qrim bir yerindən söhbət gedir, qrimlənmə yerindən söhbət gedir. Və burada göstərirlər ki, aktyorlar cavə qiyafəsində o yan bu yana gedib gəlirlər. Burada cavə nə deməkdir? Cavə kitabda da qeyd olunub, dırnaq içərisində böyük hərflə yazılıb və burada tamaşa adıdır. Bir haşiyə çıxsaq, yadda saxlayaq, bir haşiyə çıxsaq, cavə sözü belə deyək, Firdosinin Şahnamə əsərində hökmdar olan, zalim və qəddar bir hökmdar olan Zövhakın, belə deyək, Zövhaka qarşı çıxan Cavə adlı bir şəxsdən söhbət gedir. Azadlıq qoşundan, azadlıq tərəfdarından qoşulan bir və Zövhakı məğlub eləyən Cavə adlı bir şəxsdən söhbət gedir. Və burada da aktyorlar həmin o tamaşanın Cavə qiyafəsində, yəni Cavə tamaşasını səhnələşdirirlər və söhbət bundan gedir. Və bu məqamda göstərilir ki, Nadia burada kimdir? Nadia Firəngiz adlı bir qızın Rus bir dayəsidir, Rus tərbiyəçisidir. Nadia burada Firəngizə deyir. Nadia Firəngizə deyir ki, qoy pərdə salınsın, Aslan bəy lojada otursun, ondan sonra gələrik, bizi burada heç kəs görməsin. Və gedək, birazdan gələrik. Bunu Nadia Firəngizə deyir. Burada Aslan bəy kim idi? Burada Aslan bəy Firəngizin qardaşı idi və özü Upravada çlen idi, üzvü idi. Çlen üzv deməkdir rusca. Upravada idarə etmə. İndiki dillə desək, rus sözüdür. İdarə etmə, icra hakimiyyəti deməkdir. İcra nümayəndəliyi deməkdir. Və loja burada nə deməkdir? Yadda saxlayaq. Loja teatrda, hər hansı bir sirkdə, teatrda oturacaq, xüsusi ayrılmış oturacaq üçün yerdir. Və Nadia bu təklifi eləyir, Firəngizə deyir və Firəngiz də buna cavab olaraq deyir ki, mən bu günləri utanmayacağam. Bunu niyə deyir? Bunun qarşıda bir səbəbin biz birinci pərdənin sonunda daha geniş şəkildə öyrənəcəyik. Və Firəngiz buna deyir və Nadia da buna deyir ki, hələlik gəl, hələlik gedər burada, bizi burada görməsinlər. Və artıq səhnə arxasıdır, aktyorlar və aktrisa burada hazırlaşırlar, tamaşaya hazırlaşırlar və göstərirlər ki, bir aktyor xüsusilə daha çox can atır ki, Azərbaycanda səhnə formalaşsın, ilk teatrımız yaransın, teatr formalaşsın və bu şəxsdə Oqtaydır. Oqtay da bir aktyordur və göstərilir ki, Oqtay Tamara adlı bir Rus aktrisadır və bilirsiniz ki, 20-ci əsrdə, 19-cu əsrin sonlarında və 20-ci əsrdə Azərbaycanda teatrlarda, tamaşalarda heç bir qadın obrazımız olmayıb və bunu qadınlar da oynayanlara pis baxıblar və bəzi rolları hətta kişilər öz öhdəsinə, qadın rolunu öz öhdəsinə götürür. Hətta 20-ci əsrin əvvəllərinə qədər bu belə davam edib. Və burada qadın aktrisa Tamaradır və bu Rusdur və burada göstərilir ki, Oqtay ona müəyyən məsələləri öyrətməyə çalışır. Oqtay ona deyir ki, sən obraz kimi bir zalim hökmdarın qarşısındasan və həyəcanlı şəkildə əllərini uzadaraq ona söz deməlisən və buyur sözlərini de. Burada Tamara da öz sözlərini deyir, sözü ondan ibarətdir ki, Tamaranın. Onun xəbəri bala yoxdur. Əslində Tamara deməli idi ki, yəni o tamaşada olan sözün deməli idi ki, onun xəbəri belə yoxdur deməli idi. Amma rus dilində ə səsinin işlənməsi olmadığı üçün onun xəbəri bala yoxdur deyir. Oqtay da buna deyir ki, yenə bala dedin sən. Axı, mən sənə başa salıram ki, bala eta ribyonik, yəni uşaq deməkdir. Sonra bəla eta nişastdır, yəni bədbəxtlik deməkdir. Bir də var belə eta значит tak. Bu deməkdir. Yəni rusca bu Tamaraya başa salmaq istəyir ki, bax rus dilində bu bala,
bəla və belə sözləri bu deməkdir. Bunu başa salmağa çalışır. Və təbii ki, burada bunu öyrənmək istəyir və bu zaman aktyorlardan biri Dursun gəlir. Dursun gəlir və deyir ki, Oktaya deyir ki, heç bir şey hazır deyil, heç bir şey hələ ki hazır deyil. Yəni artıq tamaşa başlayacaq, tamaşaya heç bir şey hazır deyil. Və Oktay da bundan sonra Dursundan soruşur ki, bəs görəsən aktyorlardan Xaspolad və Şakinski gəldi mi? Deyirlər ki, yox. Xaspolad və Şakinskini xüsusi yadda saxlayaq ki, Xaspolad və Şakinski aktyorlardır, amma məsuliyyətsiz aktyorlardır. Artıq tamaşaya az qalıb və bunlar məşq edirlər, tamaşaya hazırlıq üçün məşq edirlər, amma hələ ki bunlardan heç bir xəbər gəlib çatmayıb. Və bunlar artıq gəlmir. Bu adları yadda saxlayın. Xaspolad və Şakinski artıq bizə 4-cü pərdədə görəcəksiniz ki, hansı vəzifələrə gəlib bunlar çatacaqlar. Və bunlar yenidən soruşur ki, Oktay Dursundan soruşur ki, bəs bunların evlərində adam göndərərdi. Bu evlərində adam göndərərdi. Dursun deyir ki, evlərdə 3 dəfə adam göndərmişik, bunlar evdə yoxdular. Yəni, haradadırlarsa evdə yoxdular. Və Oktay bundan əsəbləşir, deyir ki, biz yalvararaq 3-4 nəfəri bura bilet satıb gətirmişiksə, tamaşaçını gətirmişiksə, biz bunu keçirməyə borcluyuq. Və burada Mazandaranski adlı bir aktyor gəlir və Mazandaranski gəlib buna belə bir cavab verir ki, Oktaya. Ki, buranın icarədarı, yəni bunların tamaşa göstərdikləri binanın sahibkarı. Bu da belə gedir, antreprenyor. Antreprenyor deyirlər, bunu yadda saxlayaq. Antreprenyor. Bu antreprenyor sözünün mənası o deməkdir ki, yəni binanın, yəni bunlar tamaşa göstərəcəkləri binanın icarədarı, sahibkarı var və həmin o sahibkar bunlardan mənzilin pulunu istəyir, yəni binanın pulunu istəyir. Və təbii ki, burada da artıq bunlar ilk tamaşalardan biridir. Bunların da tamaşaçı sayı hələ ki azdır. Və bu məqamda, əsərin danışılan məqamında göstərilir ki, Dursun, yəni aktyorlardan biridir. Dursun təklif görür ki, Oktaya təklif görür ki, tamaşanı bəlkə saxlayaq, yəni tamaşanı artıq eləməyək. Bugünkü tamaşa olmasın. Amma Oktay burada əsəb keçirdir ki, yəni biz bir nəfər olsa belə bu tamaşanı keçirməliyik. Yəni bir nəfər tamaşaçı olsa belə bu tamaşanı keçirməliyik. Və burada yeni belə deyək, aktyorlar da, Şaqquli də burada olur və o da səhnəyə gəlir. Və Oktay bundan soruşur ki, Şaqqulidən soruşur ki, bəs bu İvanovski hara getdi? İvanovski də bu icarədarlardan biridir. Yəni binanın icarədarlardan, sahibkarlardan biridir. Və buna da deyirlər, Şaqquli da buna cavab verir ki, İvanovski gəldi, bayaqlar demişdik, Cavə qiyafəsinin, Cavə tamaşasıdır. Həmin o tamaşada obrazlardan biri Zöhhaçdır. Qəddar hökmdar olan Zöhhaçdır. Zöhhaçdır və həmin bu İvanovski gəlir, Zöhhaçın hökmdarın, belə deyək, tamaşada olan Zöhhaçın hökmdarın öz taxtı tacını çevirir və çıxır gedir. Orada kitabımızda Sərnigün yazılıb uşaqlar. Sərnigün sözünün mənası baş ayaq deməkdir. Yəni bu İvanovski gəlir, icarədardır. Gəlir həmin bu taxtı tacı, tamaşada olan taxtı tacı Sərnigün eləyir, baş ayaq eləyir, çıxır gedir. Dekorasiyalar da sökür, yəni dekorasiya bərbəzəkdir, bərbəzəklər də sökür və burada gedir. Və Oktay da soruşur ki, Şaqqulidən, bəs burada Əsəd bəy nə dedi buna? Bu da cavab verir ki, Əsəd bəy ona dedi ki, bəs mən bu mənzilin pulunu, yəni binanın pulunu mən sabahları göndərərəm. Çünki bu oyun tamaşa cəmiyyət xeyriyyə üçün səhnələşdirilir və sabahları pulu göndərərəm. Və həmin bu İvanovski də razı olmur, ona görə çıxıb gedir. İvanovski də uzaqlaşır. Və burada Şaqquli də təklif görür ki, yenidən təklif görür ki, Oktay deyir, bəlkə deyir, saxlayaq deyir, tamaşanı saxlayaq, yəni tamaşa olmasın. Və Oktay da bundan soruşur ki, bəs nə qədər pulumuz var? Yəni bizdə kassada nə qədər pul yığılıb? Və deyirlər ki, bizdə 8 manat
8 manat pul yığılıb. 8 manat pul yığılıb və həmin o 8 manatdakı paltara xərclənir. Yəni bunların kassalarında pul qalmıyor. Ona görə də Şaqquli təklif görür ki, tamaşanı saxlayaq. Amma Oktay deyir ki, bu xalqı çirindirməyin, iyrəndirməyin bu xalqı deyir. Olmaz deyir belə şeylər. Və Oktay öz barmağından nişan üzüyünü çıxardır, verir Şaqquliyə ki, apar bunu icarədara ver, yəni binanın sahibinə ver ki, tamaşamız geçsin və sabahları pulu göndərərik. Və bu məqamda Oktay Tabasaranskini soruşur. Görək Tabasaranski kim idi? Əsərimizdə Tabasaranski əslində baş rejissor idi. Yəni bütün tamaşana quruluş verən rejissor idi, amma rejissor görün necə vəziyyətdir ki, tamaşanı səhnələşdirən rejissor artıq burada yox idi. Deyirlər ki, Tabasaranski Dursun deyir, Tabasaranski deyir rejissor keyflənmiş, yatmışdı, xəbər göndərdi. Dedi ki, Tabasaranski deyib ki, biz artıq tamaşanı keçirmirik, cəhənnəmə olsun, mən beləyəm, mən rejissoram, mən də belə deyirəm. Və burada göstərilir ki, tamaşaya aktyorlar bir o qədər ciddi yanaşmırlar. Əksəriyyəti istedadsızdırlar bunlar. Və qarşıda ikinci pərdə bunun təsdiqini tapacaq. Və aktyorlar istedadsız və bir növ bu yeni tamaşanı canlandırmaq istəmirlər. Və əksəriyyət də istedadsızdır. Və burada yeganə olan Oktaydır ki, və bir neçə aktyorlardır ki, Oktaya kömək eləməyə çalışırlar. Amma əsas məqam Oktayın üzərində durur. Və təsəvvür edin ki, tamaşaya az bir müddət qalıb, amma aktyorlardan bir qismi, biri gəlib Rüstəm, bu da aktyordur. Rüstəm gəlib deyir ki, mənim qılıncım yoxdur deyir. Mənim qılıncım hanı? Digər aktyorlardan da deyək, digər aktyorlardan da Dursun xəbər verir ki, bəs İlyasgil bir neçə aktyordur. İlyasgil meyxana deyirlər, otaqların birində meyxana deyirlər. Digər Həsən də ki, orada qumar oynayır. Yəni, baxın, vəziyyətə baxın. Artıq tamaşa olacaq, bir qısa bir müddət sonra səhnələşdiriləcək, amma aktyorların bəziləri, yəni o bayaq dediyimiz kimi, Şaqquli kimi, bayaq dediyimiz Şəkinski kimi, sonra Xaspolat kimi aktyorlar hələ ki səhnəyə